Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər, əziz kanalımıza minnətdarıq, xoş gördük hər birinizi. Bugün Yasamal rayonu Şərifzadə küçəsi İnşaatçılar metrosunun tam üzərində qanuni 3 otaq, yeni təmirli və təmirdən sonra yaşayış olmayan bir mənzil sizlərə çəkib təqdim edəcəm. Mənzilimiz 17 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir, 135 kvadrat ümumi sahədən ibarətdir. Təbii ki, sənədlər də qaydasındadır, kopça çıxarış mövcuddur. Əldedir. Keçək mənzilin təqdimatına. Burada giriş qapısını görməkdəsiniz. Giriş qapısından daxil olduqda belə bir geniş dəhliz isə bizi qarşılayır. Solda daxil olduqda belə bir dəhliz mebeli quraşdırılıb. Sağ tərəfdə isə güzgülü açarlıqdan istifadə olunub. Bütün otaqların giriş qapısı dəhlizi açılır. Burada mənzilin kiçik yataq otağı yerləşir. Qarşısında eyvan. Ora qonaq otağıdır. Digər yataq otağı, mətbəx, çamaşır otağı və burada isə sanitar qovşağımız yerləşməkdədir. İlk öncə mətbəxi sizlərə göstərəcəm. Mətbəximiz də olduqca genişdir. Sağ tərəfdə mətbəx mebeli axıra qədər, tavana qədər yığılmış şəkildədir. Görürsünüz, bu formadadır. Keyfiyyətli növ materiallar əsasında sifariş olunub. Mətbəx mebeli quraşdırılıb. Görürsünüz, bu formada moydadır yerləşdirilib. Burada qaz peçi, aspirator yerləşdirilib, sobalar burada yerləşdirilib, görürsünüz. Əlavə olaraq burada kombi aparatı quraşdırılıb və qaz sayğacımız isə orada yerləşir. Binada qaz su işıq fəaliyyəti daimidir. Binanın həyəti və geniş həyəti və yeraltı dayanacağı mövcuddur. Burada görürsünüz, İnşaatçılar metrosunun tam üzərində yerləşir mənzilimiz. Odur metro. Şərifzadə küçəsidir bura. Küçənin, metronun düz üzərində yerləşir. Mətbəxi gördünüz. Onu da qeyd edeyim, metlaq olan yerlər hamısı isti döşəmədir. Burada yataq otağımız yerləşir. Böyük yataq otağımızı görürsünüz, olduqca genişdir. 2 pəncərə mövcuddur. Yataq otağının da dizaynı çox gözəldir. İşıqlandırmada spot işıqlar, lüstr, gizli işıq və buralardan istifadə olunub. Buradan daxil olaq mənzilin qonaq otağına. Qonaq otağımız da olduqca genişdir, kvadrat sahəyə malikdir. Görürsünüz, bu formadadır. Onu da qeyd edeyim ki, mənzilin divarlarında aboydan istifadə olunmayıb. Xüsusi növ məxməri, qumlu boyalardan istifadə olunub. Görürsünüz, bu formadadır. Dekorativ boyalardır. Çox gözəl görüntü verir. Burada da işıqlandırmada lüstr, spot işıqlar, buralardan istifadə olunub. TV stand quraşdırılıb, pərdə quraşdırılıb, görürsünüz. Aux markalı kondisioner quraşdırılıb. Buranın da qarşısı açıqdır, gün düşən, işıqlı bir otaqdır. Döşəmə keyfiyyətli laminatdır. Daha sonra burada çamaşır otağımız yerləşir. Burada da şkaflar yığılıb, paltar yan yeri orada nəzərə alınıb. İçərisi kifayət qədər genişdir. Yataq otağına keçməzdən öncə sanitar qovşağı sizlərə göstəreyim. Burada olduqca geniş və bütün aksesuarlarla təmin olunub. Görürsünüz, bu formada döşəmə isti döşəmədir. Son olaraqsa burada mənzilin 3-cü otağı yerləşir. 2-ci yataq otağımızdır. Görürsünüz, bu formadadır. Burada kifayət qədər genişdir. Qarşısında eyvan yerləşir və mənzilin, otağın qarşısı açıqdır, heç bir maneə kəsmir. Belə, dəyərli izləyicilər, mənzil haqqında qısa bir məlumat verim. Mənzilimiz yerləşir Yasamal rayonu Şərifzadə küçəsi. Burada İnşaatçılar metrosunun tam üzərində 17 mərtəbəli, yeni tikili, qazlı kupçalı binanın 11-ci mərtəbəsində yerləşir. 135 kvadrat ümumi sahədən ibarətdir. Qanuni 3 otaqdır. Mənzilimiz sənədlər tam qaydasındadır. Kupça çıxarış mövcuddur, əldədir. Qiymət 375 min manat start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra indirim olunacaq. Açarlar bizdədir. Günün istənilən vaxtı mənzilə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.